Salam, ringə xoş gəlmisiniz. Gəlbən ki, gedək qonağımı mərifə edəyəm. Bir şey təğyirat qətlən görürsünüz. Lokeşəyimiz biraz şıkkul, o tərəfi görmürsünüz, birazdan görəcəksiniz. Bəli, bir təğyirat vermişik və əziz dostlarımız çox zəhmət çəkibdik bu taza dekorumuza, taza studiyumuza. Vəhidi Abbas buradan da təşəkkür edirik. Bu gəziyyədə çox köməklik elədilər bizə. Və bir daha da ayrı bir gəziyyə var. Bunu əvvəldə deyim ondan sonra. Həmişə bir seri hamilər olar, ispanserlər olar. Deyər, nə qədər asan pul verin, bu bərnamədə məsələn bizim adımız idi, ya filan elə Behman idi. Bu bir dana. Bir daha da ayrı bir hamilər olar ki, Allah çox şükür şəhrimizdə də çox vardı, biri mənə rast gəldi. Və neçə ildir həm işləyirik ki, dedi, bu bərnamədən çox xoşum gəlir. Vaqiyyəti, bu bərnamə idamə verir ki, zaten mən Bedun İspanserdə bərnamə idamə vermişdim. Mən buradan gəlmişdik, elə buradan mən də gedə bilərdim. Bəli, xub, lütf elədi və yaxşılığın gölgəsini saldı bizim üstümüzə və dedi ki, bərnamə daha keyfiyyətli aparaq qabağa, yəni kontenti farsıdan dalıya qalmıyor, əlimizdən gəlir. Bundan da daha yuxarıda əlimizə gəlir. Və əsəli Arnik, instada qətən tanıyırsınız, öz şəhrimizindir, Təbrizindir, Azərbaycanındır. Əsəl hovzəsində, yəni bal hovzəsində, Gərdiyə qol və hala peyclərin həm burada description'da yazmışam, instada da qətənəyə baxsız bu təsvirə kəpşində vardı. Və amma qonağımız. Elə qonağımız ispanserimizə taydı. Baldır. Sultan-ı Sazhay Kubeyi Nəqi sahib qərarı. Salam. Bəhbə. Salam aleyküm. Xoş gördük. Salam aleyküm, dostlarım var. Ərzi salam, ədəb, ehtiram. Çox xoşalam. Mən baxmışam bu 3 dənə fikirəm. 5 dənə baxdım. 5 dənə çıxıb. Baxmamısan da bəs. Yox, 3-ünə baxmışam. Ləzzət aparmışam, çox gözəl idi. Məsihcanla ki, illər boyu dostluq edirik. Qurbanam, lütfümü çox iftixar verdin gəldin. Xoşalam. Ay sahib qaranı hələ tapmaq olmur. Ha vaxt zəhvürsən ya kilasdadır, ya konsertdədir. Əvaxırı Bakıda idi. O qədər pəyam vermişəm deyə duram gələm. Vəzifədə gələm, ləzzətinə, iftixarla. Həmzə elə qoy müstəqim başlayaq da. Çox sadə və səthi bir izət. Keyfə baxaq. Nəvə xub ustadı dedim, sazhay Kube idi, perkaşe, nağara filan. Vəli sultandı nağarada. Lütfün var. Niyə nağara? Niyə nağara? Əvvəl darbuka çalırdım. Darbuka almışdıq. Uşaqlıqdan çalırdım. Laf elə balacə olmaq, elə çalırdım miz üstündə, hara olur olsun. Ta xanıvadı apardı kilasa. Kilasa aparanda, Allah səlamət saxlasın, ay Ustad Səməd Niknəfs. Dedi, sən bu zərbi çalasan, zərb deyərlər də darbukiyə. Zərbi çalasa ya nağaranı. Baxdım, çünki nağaranın qabaqcan və aşinalığım var idi. Nağaranla başladım və nağaranın da heç sadla dəyişmərəm. Heç sadla dəyişməsin. Bizdə ayrı sazlar çağıram. Mən yaxından görmüşəm. Kilasaba bir şey iftixar idi, gəldim orada gördüm. Lütf eləmişdi. Bir sazdır. Sağ ol. Kullən bu məqulə-i nağara. Məsələn, adı niyə odur, hardan gəlib, nə mənadır, onun bir tarix səhəsinə görə də bizə bildirsən. Xahiş edirəm, çəşm. Nağara, qədim əlbəttə böyüklər büyürürlər. Əsatid büyürür. Qədim Qobustandan gəlibdir. Nağarada Kuistanı məntəqələrdə çalınıbdır. Qəfqazdan, Azərbaycan. Müntaha, Kolli o mənatikdə var. Bunlar hamısı bir məntəqə idi. İran idi, yəni İran idilər də. Ermənistan, Azərbaycan, Türkiyə ki yox. Bəli, kollən o mənatik bir idi. Sonradan ayrılıblar. Dər əslidə elə Qəfqazlardan zaddan gəlibdir. Azərbaycanda çalırlar, ermənilər çalırlar. Türkiyədə, biz İranda çalırıq. Hamısı birdir çarçub. Fəqət eyni necə söhbət edirik, ləhcəmiz fərq eləyir, hər məntəqənin özünə görə. Dəqiqən çalmaqda da nağara o məntəqə və məntəqə fərq eləyir. Vəli çarçub paya birdir hamısında. Niyə fərq eləyir? O da dəlil oranın ab-ı həvasıdır, fərhəngidir. Əsən yaşayışdır. O yaşayış şimdi Bakıda yaşırlar, biz onunla birin burada yaşamırıq. Yəni, hər gecə onlar o icranı verirlər, biz burada şayət 3 aydan bir dana öcür icra düşməyə o səthədə. Az icramda olmayıbdı. Nə qədər, əlbəttə ki, bizi qılısın deyim, qətən çoxları şahid bilirsiniz, vəli oraya iş bilmirlər. O xanəndələrlə kəmkarlıq eləyib səhnənin üstündə. Xanımı Sepidədir, mən bunları deyim. İnşallah bərnamədən sonra bir şeylik qabaqlar. İnşallah ki, Hengamədir.
umiddir, Cavanlığımda da. əhlamdır. Və iftixarların biri kimi özüm ləzzət apardım. Elə öz səfəndə də gördüm Instagramda, Bakıda Alım Qasımov. Bəli, o vaqən İftixardır. Əlanda ki, Təbrizdə də fikir eləm ad aparmayım. Elə hamı ilə varsan və əvvəldə Əfşin ilə və Ayhanla da görmüşəm. Ayhanın ki 100%. Əfşin adı gəldi. Əfşin canın da taza başlamışam. Çox gözəl. Mütməinəm ki, yaxşı olacaq. 100%. Əlbəttə qədim işləmişdik. Qədim bahəm olmuşduq. Bəli, indi tazdan yenə də başlamışıq. Perkaşen buyurmusan da? Bəli. Navarak olmuyor onlarda. 2 dənə qətəsində var. Ayrı bir xanəndələr də var ki, ad aparmalıyım. Qabılı pəxşiləndir da. Zehnimə gəlib. Təbrizdə hər kəs tanır. Yox, xaric az İran. Xaric az İran. Könül xanımın qruhunda olmuşam, Kərim oğlu. Əlimdən çıxıb o. Uşaqlar bir Daim də televizyonda görsədirdi biləmi. Elə onun ansamblında olmuşam. O da baisi iftixardır mənə. Yaxşı rezonandı o. Çox gözəl. Əfşin xanın da adı gəldi. Ay Azəri, əlbəttə danışmışam, qolunu almışam, gələcəklər. Konsertlərə də girdilər və əlan da fikir eləm Bakıdadılar. Nəzər səthi musiqi Təbrizi, yəni öz hitəndə, həmin o Səlsay Kubeyidə filan da. Şimdi Təbriz harda görsən eləm bu səthi? Çox Gözəl. yox. Mənim gözəlim bax, sənin gözəlimə fərqlidir. Əf'alı məkusdur da bu. İndi mən honərculardan və işlərdən ki görürəm çıxır, o əngizə ki bizlərdə var idi, mən çox benüdrət görürəm. Şayad ondan biri yox, şayad 20 nəfərdən 1 nəfərdə bizdən bizim o qədim əngizələr var. Bir dənə sadə misal vurur. Mənim bir konsertim olur, mənim honərcularımdan şayad 1 nəfər, 2 nəfər bilet alır, gəlir. Mənim qədim ustadım indi də konserti olardı, biz 3 seans, 4 seans gedərdik Örgəşax, baxaq bir təcrübə qazanaq. O yoxdur, uşaqlar intizarları var, gəlmə xamın çalarlar. O qətlən qeyri-mümkündür. İstəyir əvvəl ayda çalar. Bəli, onun da dəlili, yenə dəlillər var. Bir pislərin dəlili bu, indi bu mərasimlər, DJ-lər və bəşli mücür deyirəm. İndi nəssablar da perkaşen çala olublar. Ərəbi dana cimbə alıb, əlhəmdülillah. İranda da cimbə vururlar. Qəsdi doğun cəsarətim yoxdur. İstəyirəm deyəm, bunlar təsir qoyur. Hər sinfidə var. Bəli, bunlar təsir qoyur. Vaxtı tərəf İş herifəyə getmir də. getmir də qabağa. Və təsvanı millət də bilmir. Vaxtı mənlə onun fərqini bilməyəcək. Farsısı tərəf xoş baxamırsınız. Burada yəni da sən herifəyə qəziyə baxmağa of da olur da, başa sala bilirəm. Vəli mənim bir dənə xas bir ehtiramım ki var sənin işi və bəxüsus xodu şəxsi özün. Budur ki, elə musiqi klası ada gələndə ya səntur ya da düşər, ya gitar, ya piyano filan. Vəli öz nağara bizimdir da. Yazdın da ki, mənzum budur da. Yəni, türkü bir sazdır da. Nağaranı vaqən İranda 4-5 nəfər vaqən əldə saxlayıb. Biri böyük ustadım elə, Ustad Hüseyin Əfşarıdır, buradan səlam ərz edirəm. Səməd Niknəfs olmasaydı, Təbrizdə nağara yox idi. Bunu düz dedim da, türkü bir sazdır da. Bəli də Azərbaycancıdır. Və bunlar ki, ayaqsızlar saxlayaq da. Əvvəldə dedim də, hardan gəlib, nədir və İranda bizlər çalmışıq da, Azərbaycanlılar çalıb. Və əlində çalırsınız, amuzə şüveysiz örgətsiz. Ələn Velləsuq nağaranı mən ya əmsal, mən əziz dostlarımla, ustadlar Velləsuq qutuldu da. Ustad Əsədullah sağ olsun Tehranda çox böyük xidmətlər eləyib. Nağaranı gətirib indi İranın behtərin qruhlarında çalır səhnələrdə, görsədir. Çoxlu, şahid indi üzxalıq edirəm, hatta zehnimə gəlmir əsadidir. Bunlar olmasa nağara qutuldu da. Vay, elə istəydim soruşam, nəzr oldu nağar yaza əlaqə məndə oldu ki, dedin xanıvadə. O zaman yola salıblar. Bizim xanıvadakı o zaman deyərdi, yox, fəqət dotu dərsi oxu, sizinki dedik. Elə bizimki də ötüsü neydi, biz əl çəkdik. Mən omran qutarmışam. Daha da işimiz budur. Nə qədər mütəvəllidə 1269-san bax. Adı da 69-uq, qocuyuq. Yaraş, yəni bu sinnidə eləməsən vaxt da, bizim mən özüm məsələn fiks 70-əm də, 1 il fasiləmiz var. Məsələn, həmsinlərimiz göründə məsələn hardadır, neyinir və
Ay Sahib Qayran kimi adamlar da gəlib bu yolda rəsmən fədakarlıqdır da bəyə. Əgər bəhsi sirfən malı ola gedə bilər, gitar öyrədər də. Hamı gitar niyə dəlli mənim nəzərimə budur ki, istəyir tez öyrəşir, istəyir öyrəşir gedə otura bir yerdə çala. Dostların yanında çala. Bir dana son sazlar Kubeydə usula mükəmməl bir sazdılar da. Kubeydə də bir tədad sazlar fəslə gəldi. İndi də biri məsələn, əlbəttə hangdıran bəlli dəyiş nə mənədir. Mən bilmirəm, Kubeydir, melodi, sazdır, nə mənədir. Ləmsidir. Bilmirəm amma mən. Mən də bilmirəm. Bir seyzatlar İranda mod olur. Çox cəlibdir. Bundan qabaq kaxon idi məsələ. Hamı kaxon aldı. Mən bunların hamısı ilə müvafiqam. Vəli Dərkinə öz əsl bir sazı bu da. Onlar aradan getmir. Mən onu deyirəm. Və perkassion çalan gərək hər zadı çala. Bir şərtinlə ki, hər hansı sazı çalır, onu herfey halətdə çalar. Yəni ondan nağaradan nağara səsi çıxardır. Nağaradan tombəş səsi çıxartmıyor. Və tombəş çalırsan, nağara modeli çalmamalısan. Ya tumba çalırsan da dəf çalan gəlib tumba çalır. Çal vəli tumba modeli çalmalısan sən. Bunlar hamısı bahis olur ki, Təbrizdə və elə bizim ustanımızda sətr çox yeni rəşa. Tehranda zətdə bizim məsələ çoxdan da həll olubdur. Əlbəttə Tehran böyük şəhridir da. İş hamıya var, müşəxxəsdir, levellər bəllidir. Bütün balaca yerlərdə Əlan amuzuş verirsən də hal-hazır. bəli də əsli şoğlum amuzuş Klasda yerim var. Baba ixtiyar. Qurbanam elə özüm ki fürsət eləyəməyəm, mən iftixardır gələm ora. Bəli, dostlar istəsələr məsələn irtibat qurarlar biləvinə. Hətmən mən Instada həmişə onlaynam. WhatsApp'ımda var. Adresləri də şurada var. Evlisən nə abi? Xeyr, mücərrədə. Mücərrət. Evli olsaydın, uşağın da olsaydı, uşağı bu yola salardın. Mən tapardım, harda istedadı var, şayad sən musiqidə istedadı olmadı, ayrı bir zat. Elə əlaqəm vardır. Tuşkarlığa da istedadı olsa, deyərəm, hər neyinsə elə vəli o işə herfeyi gör. Və mənim vəzifəmdə ki, tapam onun istedadı nə mənədir. Əlbəttə, mən və xanımım olsa. İntizarın hünərcülarından nə mənədir? Sirfən örgəşələ gedələ, ya örgəşələ məsələn, mənzumdur ki, örgəşə çala sirfən, ya o da böyük bir caygahlara fikirləşər. Hədəflər fərqlidir. Yox, özünü istəyəm ki, hədəf olaraq görən nə mənədir? Sən söyləsən hünərcüların oradan çıxdı, nə olur? Ən söyürəm, mən yaxçı xurucu verəm, mən iftixar eləyəm. Və bir də adam orada, indi mənim əziz hünərcülarım var, mən olmayanda mən onları göndərəm. Necə ki, elə mənim ustadlarım, onlar olmayıblar, məni göndəriblər. Yeri var burada Ustad Fərişbov, Mehran Fərişbovdan da yad eləyəm. Mehran Fərişbov. Əlbəttə, hədəfim bu idi ki, ay Fərişbovdan bir yerdə olasınız. Onu tapmaq çox çətindir. Biraz özümü hələ tapamamışam var ya. Siz silib ikiniz də oturasınız burada. Onu da tapmaq çətindir. Yəni, şey olacaq. Bahəm burada gələn. Nə olur? Bilirsiniz, məsələn, mən olmayanda mən geyirəm. İndi mən də söyürəm ki, anlacıq bir yerdə vaxtım yoxdur, son hərcümü yollayam. Və bu da qurtulan daha ki, örgəşmək. Mən də örgəşirəm da indi. Mən indi taza Bakıda idim, çox fərq elədi bir gün mənə. Getdim orada ustadımı gördüm, Elşad Şəkilli. Dünyada mətrəhdir da, o YouTube'da hər kəs vursa onun adını bilər kimdir. Biri başlap basa da bilər o, nə həddidir. Bir gün məni belə elir. Ona görə hünərcülərdən xahiş edirəm ki, tələsməyin. Hövsələ ilə olmayacaq. Murur zamanı hələ illər sonra biləcəksən, heç zat başarmırsan. Hey, təcrübə qazanacaqsan. Mən bunu söyürəm, hünərcülər belə olur. Nəinki xanımım DJ-dir, mən də istəyirəm önündə gedən mərazim. İndi mərazim zat dəyildir. Yəni, canlı çalmaq yoxdur ki, toylarda zatda. Toylar da heç olub. Mən bunu neçəsə o bir uşaqların bərnaməsində də demişəm. Bizim toylar heç olub da, toyda vaxtı bizim disko ilə, kabare ilə, restoran musiqisi ilə, kafe musiqisi bəlli dəyiri. İndi bu toyda istəyirlər bulan hamısını bir yerdə əncam verərlər. Bu bir dana qəşəng bilirəm nə deyirsən. Çünki bizim öz şəhrimizdə hələ çoxlar toyxana ayrıdır. Dəqiqən deyirəm, bu qəşəng dərk edirəm. Çünki öz şəhrimizdə hələ çoxlar təfavütü blogerlə, komediyanla, vayni ilə, influensiya hələ bilmirlər.
Hələ ola bilər. Blogger özü neçə daha hitədir. Bəli. Özü açılır, bloggerə. Hələ işim yox. Ona story qoymuşdum, mən də kef verdim yadımda. Nəğmə səhnə üstündə çalırsan. Böyük bir dənə xanəndiyə. Orada bir ləhsə əgər əlindən çıxsa nə iş görürsən? Və hər sinfidə var da, motorsavər müsabiqədə bir an məsələn əlindən çıxır, nəzərə o kontrol eləyir. Çünki olub fikir eləm bu bizdə olub birazdan ki, məsələn Var, yadıma gəldi. ya adam yorğun olmuş ola, ya bir ləhsə əlindən çıxa, ya o deyirlər kökündən çıxa. Ağara züyüb. Bir iki senin ağara züyüb. Zaten ağara gətirib, Şalvara lütf görə. eləyib gətirib birazdan salacaq. Fəqət züyüb. Sonra bizə yadımdadır kilasında deyirdin ki, Deyə adıma düşsün. çalmaqlarda barmaqlar yorulur, əgər düz çalmasan ya bir daha standardı iki var. Dedim bir şeyləm yorulmuşdum, nə olmuşdum, bu bizad idi. İştibat Mənim etməsən. əlim asıb görmüşdüm Hə. şədidən. Ha, şey yadıma düşdü. Çünki mən kilas vaxt gəldim, qərardı nəğini özün görəm, getdim gördüm Amuzda iş verir 20-30 nəfər oturub da hərə çalır məslək kimi. Şeydi bir səhv nəği belə eləyib. Oturub belə o ləhzəsi şiirdir. Dedim nə olubdu? Deyir Amuzda şey verir. Biləh gəl çox diz olur. Ki dedim mənim biləm bir seriyi çox yormuşdum. Nə olmuşdu bu səhnədə o tərəf. Mən bəli, mən neçə aylar iş livan da alanmırdım əlimə. Əlimə heç döndərənmirdim. Bunlar hamısı o kəm təcrübəli idi. İzafə qələt təmrinləri idi. Öz olğun kimdir? Nəvazəndələrdə. Həm də modellərdə, nəvazəndələrdə. İndi elə mən ki Təbrizdə 100% Ustad Hüseyn Əfşarinin yolunu çalmışam və Səməd Niknəfsin metodunda tədris edirəm. Bəli, formu çalmağım, əlbəttə mən səy edirəm ki, Elşad Şəkilliyə oxşasın. Bəli, onun şahidlərində da olmayamış. Həqiqi biri istəyə bu yolu girə bu yola, Nişah Baxanlarımızdan söhbət məsələn girə nağara işinə, ya perkaşin işinə, ya hər nə mənək sazək qulbi. Fikirləşə bilər ayəndəsinə ki, bu qəziyyədən mali ləhazada varid ola bilər, ya ayrı gözlə baxsın bu qəziyyə. Yox, ola bilər, herfəyə baxsa qəziyyə ola bilər. O hardan ola bilər biləsinə məsələ malisi? Sualdır qətlən gələcək bilər, əvvəldə bir də mən səhət tapıb bula soruşam. Baxın, icra var, tədris var. Zəbdə studiyo var. Nağaranı tolid eləmək var. Çox məsail var. Bir də şərait alan qədimə görə fərq eləyib. Yəni platformu ki, bu konsepti Instagram var. Bəli. Və bu durbinlər və bu təsvirlər. Oradasan çox viral eləyə bilərsən hünərlə. Bir dənə bəli zat var ki, sən amuzəşə onlayn və sən amuzəşə YouTube-da amuzəşi videolar qoya bilərsən, oradan dollar qazanırsan. Düzdür, mən o işi görmürəm. Məncə ya biz dollar qazanırıq indi. Xeyr, mən səyasətə qarışmıram. Biz istəyirik ərz varı deyək bu məmləkətə. Mən səyasətə qarışmıram. Səyasət kəsif işədir, əllərimizi yuvaq. Nəğin neçə bacı qardaşsınız? Mənim bir qardaşım var. Sən böyüksən ya. 12 yaş məndən böyükdür. O nə işdədir? O karməndi, ab məntəqə idi. O çəkənməmisən özü ya var. O da oxuyar, vəli herfəyi şoğlu o da. 3 dənə arzun olaydı və üçü də bərabər dolar. Nəği sahib qaranın o 3 dənə arzusu nə mənədir? Əvvəl həmişə saat bədənlə mırd bunu. Fikir məni tanıyanlar hamısı bilirlər ki. Saat bədən bir də mırd dilxoşluq yeyib içmək Hə, dilxoşluq olmalıdır. Enerjisi çox yuxarıdır. Vağan həmişə enerjilidir. Biri qaldı, ikisini dedin. Arzum var bir gün New York'da Jazz Club'da özüm çalam. Onu vağən ürəkdən arzuluram. Mən yetişmişəm nə mən istəmişəm. Nə yadıma gəlmir bizzat ürəkdən istəyəm və ona təlaş edib yetişməyəm. Nə gözəl və qəşəng idi bu üçüncüsü. Sirfən özünə görə mütəfavit edin söhbət yerinə yetişmişəm. Ona da yetişəcəm bir gün. Ola bilər. Çətin bizə Trump deyib 5 milyon dolar. Deyib 5 milyon dolar ver, tazaqda deyib golden card verirəm bilə. Fikirəm dünən dedi. 2-3 gün qabaq dedi. Eşitdim taza. Ateş 5 milyon dolar olsa fikirlə verib ora gedəsən. Həm də Şumalda bir daha villa tutaram. Ağaramı çalıram. Evet, kimin çox təsiri vardı sənin herfəyi olmağında bu işdə? Sonra hamı gələr, örgəşər, gedər qaba. Vəli bir nəfər var ki, çox təsir qoyur. Yəni adam deyər filanın dəmisti ki, məsələn, bahis oldu mən
bu işi davama verəməsən, əngizə tapam, xaricəzə olğu bəhsə. Qət'ən ki, xanıvadə mühümtər nəqşi var, qət'ən, yəni. Xop, düzdür, onlar mənim təhsilimlə deyilə dərsi oxutar. Və məxsusən mən bilirsən, mən bir il yarım Bakıda yaşadım. Bir dəfəlik getmişdim, qeyddim. Onda da dedilər ki, dərsi oxu, sonra neyinsən elə. Qət'ən xanıvadə birinci nəqşi var. Və heç iş zorundan olmaz. Yəni zorundan deyərlər, xanıvadə deyər, dərs ox, gərəkdir, o olmayacaq. Ya gərək çalasan, o da var. Mənim onun ərcüm var, nənədə dərsi olsaq döyə. Baba, sən o zədə eləsən. O gəlib burada ləzzət tapara hünərdə. Qətən xanıvadədir, ondan sonra mühit, mən kollu deyim biləvə. Mühit və ətraf o kəslər ki, insanlar ki, dolanırsan olana, böyütən tərzilər var. Mən iftixarla Təbrizin behtənləri ilə dolanmışam. Mən o az sindiminlə, bunlar yanım müstənidat var, behtərindən çalmışam və çox təsir qoyublar. Dediyim təkin əsatidimin nə mənə icrası vardı, hamısına gedirdim. Bilet alırdım gedəm ürgəşən. Konsertdən çıxandan sonra bir daha əngizə gəlirdi. Ya məsələn bir yerdən bir nəvazəndə gəlirdi, mən gedirdim o görməyə. Mən əvvəl yadımda Bakıya gedəndə gəldim bir 2 ay çalmadım, qorxdum. Dedim, baba da onlar qurtarıblar da, çalıblar. Ya mən albom işləyəndə nə mənə fikirləşirdim, baxırdım, gördüm YouTube-da o işi görüblər. İstəyirəm deyəm, onlar əngizədir ha. Əvvəldən əngizəvi alır bətər. Sonra sən fikirləşsən ki, yox, bir iş görməlisən, fərqli və gərək görəsən və görürsən də. Qəşəng bəhs edir. Sonra hər işdə bu olur. Hərənin bir rəngi var, iyi var, gözəl, hünər budur da. İstəyirsən xanəndə olasan, gelsən görürsən bir nəfər nə gözəl oxuyur, çəkilisən dalaya bir. İndi üçün Selin Dion bətər oxuyubdu, heç xanım gərək oxumaya. Onu dərk elədim özümdə həll elədim. Mən bəzi işlərdə olubdur ki, məsələn bu ittifaq düşüb. Bəzi vaxtda yəni sən özündə bahis ola bilərsən. Hala əmsalı məsələn sizlər deyirəm. Sən tərəf gəlib nə var örgəşə? Əlaqəsi də var, ya bir daha saz örgəş. Həman o qorxma qəziyyəsi ki, orada gəlmirsən, koç eləmirsən, biləsən, sən nigələn qalmalısan da özünə görə bir dənə ulduz o parıldaya biləsən. Vəli ki, bəzi rəftarlar bahis ol, tərəf görsən də gəlmədi ora. Sən bir ləhzə, sən bir daha filan sözünü dəyib biləsən. Yəni, çox böyük məsuliyyətdir bu. Tərəfin sərnəveşdi o ləhzə dəyişilə bilər. Mən testi bazıqəriyə getmişdim uşaqların birindən, salı 86-87 idi. Adapamıram uşaqsından, girdik Tehranda. Mən Tehranda böyümüşəm çox. Getdik ora, məsələn, əlan da elə çoxdan mərzumdur ki, testi bazıqərdə gəldik, məsələn, otuburda fikirlə dədən ölüb, ağla baxım. Əslən, bu metod çox pişipavoftada mənim metod deyil. Əvvələn gəl durbin gələ, teatr qəziyyəsi fərqlidir. Teatr da sarı səhnəsi. Vəli vaxt sən durbin qabağındasan. Sən əvvələn o şəxsi işi gətirmirsən ora, bir seri beys var, bir seri bədihiyyat var. Onların sən testini al. İstedad olsa bazı içəridə, sonra biləsinə mətni ver. Sən ələ məsələn Nəvid Məhəmmədzadə aya aparmısan bir daha seriala, demirsən diyaloq budur, oturub deyib. Sonra nə maaşnamə 6 ay qabaq biləsinə vermirsən. Oxuyub, hes tutub, arıqlasa, arıqlayıb, kökəlsə, kökəlib. Gedib bu mühitdə özün qərar verib. Qərar verib, sonra gəlib o işi görüb, hələ yine 50-50 çıxıb bəzi işlər. Bəli, tərəfdə biz getdik ora, bizə nə desə yaxşıdır. Bu qələmin səsi çıxar. O istəmirdi sən. Mən orada, hamıya deyirdi, 50-60 nəfər oturmuşdu orada, təsəvvür elə metrodasan, filan, bəzi zatlar hesgah verə, düzdür. Bəli, birdən insan deyir, sən bu qələmin səsi çıxar, o birisine deyir, ayrı xanım vardır orada, bir heyvan səsi çıxar, döndü deyim, filmbərdalıq eləyəcəksiniz, bir daha sekansı bağı vəhşə. Testdən fəqət pul alırdı. Sonra gördüm, bulan hədəfləri pul çıxartmaqdır. Nəfərə bir 100 min, 50 min pul alırdılar, vururdu, gəlin orada test verin. Aferin. İndi bizimki də öcüsünə olub da, ha. Mən bunu ələni deyirəm, ha. Yəni, yerindən duran tədris deyilir. Və o tədrisə gələn dəyişə bilər hər zadı. Sonra gəlirlər mənim yağıma. Gəbi o sifridən mən tazdan başlayıram, o qələt adətdə həyatdan çıxadan. Əslən çox pisdir.
Çox pisdir. Sən deyirəm vəhşətdən şəbdə təsir qor tərəfin dəyişildəsən. Tərəf gəlir bura ayrı viza Bu bilirsən qeydir o zada da bizim fərhəngimizə və amuz elə əvvəldən amuzə şahid qələt olubdu, bilmirəm. Yəni dibinədən xanvadə bilmir da ki, hara apara. O yaxşı pisi təşxis verənmir. O cür deyək ki, deyək filanı amuzəş bir duraq gedək onun yəni. Bir təhqiq elə, bir üstəşa elə. Ustada məsələn 50 da şahid qoyub çalır. O bətər ustaddır. Dəqiqə. Ad vermirəm ha. Sabah Təbrizdə sözbazdır Təbriz. Amma söz elərdi. Mən kollu bəhs edirəm. Hər işdə var. Hər işdə mən kollu bəhs edirəm. Yəni bizə bir daha xoş xatirədir, sonra bir daha iftixar. Bayaq nə mənə soruşdun? Mənim yadımdan çıxdı. Nə mən soruşdum, cavabını aldım da. Nə mənə soruşmuşdun? Əncizə soruşur. Ya arzu, kimin təsiri vardı? Kimin təsiri vardı? Kimin təsiri vardı? Deyim ki, sözə qarışdı şərməndə. Bir daha gözəl üçün bilirəm, çox xoş xatirə bir adamsan və xatirəlisən. Yəni harada otururam birdən bəhs düşəndə görürəm səndən bir xatirə deyirlər. Yeyib içmək xatirəsidir. Qabili pəxş. Ondan sonra bir daha da bizə iftixar ver. Sağ ol. Dan nağara. Sağ ol. Olayda var adamı ikişadəsən. So biz əgər nəsb şey bunlar intiqal tapırlar da. Nağara mən bilirəm. Sən bilirsən. Mən şahid bir gün uşağım olsa birdən mən deməsəm hardan biləcək? Bəli. Vaxtı hara açsa görsə gitardı, hardan biləcək? Bəli. Ya həmən o İstanbul, nə mənə də həngdirəm, o da hardan biləcək? Ona görə deyirəm. Bir daha bizə gözəl xatirədir, sonra bir daha da o sazı çal, burada səbt olsun və xatirə olsun bizə. Xatirələrdə. Bilirsən nə mənə yadıma düşdü. Fikəm 2 il qabaqdır. Cami-cəmdə Pəxşi Zəndədə idik. Pəxşi Zəndə idi cami-cəm. Bu tərəfdə çalırdınız? Bəli, buradaydık. Mücüf Cəmai Vadi Xiyabani. Cami-cəm bu tərəfdirlərdə nə sual idi soruşdu. Ya, əzqəzə valla, onlara pəxş edirlər. Onlarda da saz göstərirlər, bizimkilər də saz göstərirlər. Gül qoyurlar qabağına. Onlarda bəli, bilmirəm. Haramdır abi, amma pul versən konsertə yaxından baxsan halal. İşimiz yoxdur. Zində bərnamə başladıq çalmağa filan. Bir daha çaldıq, gördüm üssüzlükdür. Mən oturamıram. Demək qarnım quruşdur. Gecəsi bilmirəm nə, mənə ziyadır eləmişdik orada. Nabələt yerdə nəcib. Sazı qoydum yerə, qaçdım da. İndi bir qaçmışam, yetişmişəm, görürəm səhvdir orada. Deyirəm, ağa Toroxoda icazə edin, bexoda mən bu səhnədə müntəzirəm mənə bərnamə zindəs. Nə köhtərə azı saldıq, getdik. Oturanda da durmaq olmur ki, xoş gələcəz. İşin bəsətində hara duracaqsın, bir də sabit gəl oturacaqsan. Mikrofon da orada. İzəydə icraların birində bu hamının başına gəlib. Pərdə açıldı, gördüm Palaban çalan yoxdur, o başdan çalan. Dostlarımızın biri də icra olmuşdu, ad vermirəm. Nişan bəy, nişan Ərdəbil. Adım verək kəs yoxdur ki, özümüz. Ərdəbil baxacaq, indi özü Türkiyədədir, Ərdəbil konsertində. Ədəmi, Koriz? Ərdəbil konsertində. Aha, deyim Ərdəm, Ərdəm dostum var, o yadıma düşdü. Allah işləsin, başına gətirməsin, səfək bir şeydir. Çox, mənim başıma çox gəlir. İcrada əslən, icranın vəsətində, canlı icra, müstəqim cami-cəmdə. Nağara qoydum, getdim. Neyniydim orada? Bizə bir daha iftixar ver çaldı. Çəşv. Zalımız. Nağara gətirim. Bir seriyə qoy bu deyim. İstanbulda mən başıma bir oyun gəldi. İndi də yadıma düşəndə ağlıram. Niyə? Baba qarnım qarışdı. Hədə metroda bəyə bir təhsüy tapmaq ola. Suluqdur. Əvvəl iskah düşdüm, dedim, deyilə yoxdur burada. Titirirdim da, 2000-ci deyilə yoxdur. 3000-cində düşdüm, evi caha ötürdüm xanvalar. Qaçdım, bilmədim, hara qaçdım. Gördüm xiyabanın o əlində, tapon benzin var. Özümü yetirdim ora. Otdum, başımı qalxızdım, gördüm Kudakandiyəm, balıca firək. Bunu deyəməzdik. Bunu deyəməzdik.
Usta, sazların qiyməti məsələn nağaranın ki, neçədən hududan başlayır? Uşaqların biləm sualları olacaq. Ona gedeyim hamısını burada qazansınlar. Müftə kilas da, Zəbt workshopdur. Hamısı zəbtdir. Zəbt eləmə, bahalaşa gedəndə görə sabahşayla bahalaşdı. Olsun qoy baba. Nağara 4-5 tüməndən var. Müftədi nağara. Normal 8 tümən, vəli herfəyə nağara 20-30 tümən. Vəli qəşəngdir o belə də elə müftədisi çox bir yuxarı məbləğdə deyə həttəmən manəyə bir Herfəyə gəzir. 20-30 tümən şahid olar. Raxçı nağara. Vəli o iş tazacağı kilası var, niyaz dərun alaq. Xeyr, niyazda. Niyazda onu ola. Yaxçılığı budur ki, burada mənim gözəl ustadım Behtərin nağaranı vurur. Usta Əfşari, yəni Bakıya da sadir edir. Bu nemətdir da. Vaqa şəhrimizə nemətdir. Zəbt edirlər. Cəhənnəmə nə çalır. Hiç şeyleri belə. Ali. Sağ ol. Ali. Çox çətindir. Çox çətindir. Mən bir şey götürdüm orada bir izah çalam, əsas səsini çıxardamadım. Olar. Tələsməyəcəksən. Bir də bir izah. Bu xanəndələrin eşmiyə biri istəyir bir sazı öyrəşə. Ayam bunun həttmən gəl madərzadı istedadlı o qəziyyədə ya yox. Həttmən gəlsə nə cür olsa öyrəşə bilər. Qəşəng sual. Bunu hamı soruşar. İstedad bir dana nəqşi var. Hər zat təmin, təkrar və müstəmərri olmaqdır, idamə verməkdir. İstedad bir dana nəqşi var, təsir qoymaqdır. Ola bilir bir dana hünərçi, bizadə 2 cələsə də öyrəşir. Ola bilir əvvəldə öyrəşir. Ola bilir 5 cələsə də. Bəli, istəsə, onu təmin, təkrar eləsə, zəhmət çəksə, qəzən olacaq. Yəni, istedadın nəqşi var. Bəli, o da ki, istedadım yoxdur, olmaz. Mühüm əlaqədir. Vağən əlaqə. Və eşqidir, yəni hər zad eşqidir. Nə getsən dalıya, yenə bu yolu idamə verərdin. Mən şədidən bazıgəriyə əlaqəm var, indi də bu dəqiqədə. O bazıgəriyə ki, heç vaxt bir vaxt dəyər. Bir vaxt da vəli, həmişə vəli, nağara çalardım. Nağara salardın. Çalardım. Bir dənə çalışımız var. Sualdır. Oydu. Sən görüm üçün bazıgəri ki dedi, bazıgərdə bir daha sual var, soruşarlar. Yəni həm testi xəllaqiyyət hesablanır, həm testi əşdələ, əşdin istəmirik alaq onun. Cavabın. Cavabını alaq. Eləyə biləsən cavabını. Yox, eləyə biləsən. Çaldım. Eləyə biləsən, qızışdırmamış özdə. Hə, qızdırma özdə. İndi nəği gecə belə-belə. Üstsüzlükdür, bir iki aydır qəşəng vərzişə edir. Vərzişə deyirsən. İndi tutulub dəri. Təhərrüklü işdir. Bunu mən bütün qonaqlardan soruşacağam əgər düz cavabın verməsən. Əlbəttə verməsən də mən cavabını gəlib deyəm, desəm də o birisilə biləcək. Fikirlə bir daha qayıq desən suyun üstündə. Dövrəvərdə də heç yox. Dəlikdir. Gedir aşağı, batır. Ya da kürəyin var, yarımçılıq, o da sınıbdır. Özünün əzri necə verirsin? Əgər orada yiyib içmək olsa, o qət yiyib içərəm, yiyib içməkdən elə. Desində yiyib içməkdən elə. Yox, qətləm soruşuram, cavabı var da. Yolu var. Şimdi bunu mənim özümdən test aldılar. O ağacı götürürəm, qoyuram o dəliyə, dəliyə izad elərəm. Bilirsən bunu, o kilasdakı vardıq, neçə nəfərlər deyənmədir. Neçə nəfər deyirəm, neçə yüz nəfərlər. Məndən bazı şey çıxar. Çıxar.
çıxar, o dərdə cavab vermək və o fikirləşmək, o təsvir sazıdan gəlir. Qəşəngdir. Vaz. Sağ ol. Vazigər olasın. Bizim də əlimizi tut. Mən oynamışam ha, gəldim. Facebook zamanı mən Elistanın təbliği, müxabiratını görməyibsən onlar ki. Yox, görməmişəm. Onda Facebook idi, onda bir cür dəydi. Amma bəs bir uşaqlıqdan sizin təsvirinizə baxardım. Əlbəttə sən Tehranda idin o zamanlar. Burada olsaydım qətlən görərdim. Qəşəng təsvir çox olubdu. Ha nə mənə? Daya təsadüfdə də öyle. Aferin, bir daha Qənin adıda vardım. Əllərim özümü görürdüm. Çox oynamışam teaser. Sonra bu Insta gəldi, biraz fəza döndü də. Döndü, amma sürəti də çoxaldıb da. Sonra hamı gəlir ki, işə bir yerə. Alan nə gözəl bazıgərlərimiz var bizim elə bu şəhərin özündə. Var. Ki nə instası var, nə teatra gedir Mən filan. teatra gedərəm, baxaram teatra. Teatrın özündə də gözəl. Vəli xub bilmirəm, elə bir bazıgər də girişibdi xanəndəlik kimi bir fəziyə, gəl hətmən bir ittifaqat düşə ta gedəsən. Hələ inşallah hamı vaxtında yetişə varsına. Ha. Dadı ondadır. 100 ay. Biz də bir vaxtda yetişsə hesabdan qəşəngdir. Olsun. Hələ dadı vaxtına. Ahmədi canım be qurban. Bəli, Allah çərə. Vaqa, mənim öz başıma gəlib. Mənim bir dənə sən sətitərin arzularımın biri bu idi. Bu PlayStation Yeç taza gəlmişdi. Sony Yeç də deyərdi istilahən. Sony Vanzat deməzdi. Ağa mən nə qədər bunu icarə elədim, filan elədim. Pulu yox idi ki onalıq. Biz abi bir il zətmən bu dedəmə yalvardı. Deyim də mənə Sony Yeç. Mütəvəccəm nədir? Büyün sabah. Büyün üçün o fazlarda dəyər deyəsən. Dünyalarımız təbiətən adam xanvadana fərqli ola bilər. Əlbəttə bir çox fərqlidir. Olmadı. Neçə il soğuşdu. Bir gün abi çıxdı İranla getdi. Yadımda da hara getdi. Deyim ha, gələndə mənə bir dənə bundan al. Orada var, orada cüzdür. Dedi okey. Yəni o yaxçı. Okey ki demədi. Mənzu ya dedi Allahım yaxçı. Bu getdi. 10 gün, 15 gün mən gözüm qapıda edirdim. Ki bu gələndə əslən ya deyirlər, getdim fəqət saatı bədən, mən fəqət o dəstgah. Yəni evə ki girdi, bədə 10-15 gün. Mən fəqət gözüm çəmədan. Dəstgahla geyib gələsən. Gözüm fəqət o çəmədanda idi ki, mənə o sonunu şey elə. Xas bir qiymətli yox idi, o zaman bilmirəm nə qədər idi. Gəziyə salı, dəhiyə 80-dı da, dər hər surət, bilmirəm neçə yaşım vardı, onda havağı idi. Dəqiqi yadımdadır. Girdi içəriyə. Sony'yə çıxmışdı. O da öyle bəli. Böyle girdi, salam filan deyim aldın, deyə almışam. Məsələn, içimdə toy idi. Getdi, çəmədanı qoydu da özünü ötürdüm. Getdim, açdım. Nə oldu? Gördüm, sonudur. Vəli, sözək üçün qəşəq qulaq asmayıb nə mənə deyirəm. Hətta biz adın əhəmiyyəti olsa qulaq asarsın. Dualı. Yox, bu nə? Doğal şeydir ki, yap toy idi mən. Dəstgahı CD və DVD-yə sonu vardı ha, dəstələr dolardı. Eyvay. Dəstələr dolardı üstündə game oynardılar, görmüşdün onlar. Gördüm ondan o, çıxdım işiteyim, bu nə mənə? Deyib, sən nə qədər o yazmışam, tapmışam, sonudur da. Mənə dedi ki, bunda filmə də baxa biləsən. Dedim, mən sənə əksin görsətdim. Əksidən adı görsətmişdim, getmişdim kafinetə, quşum. Kafinetdə, onda filtrizat da dəyərdi. 500 mənə yadımdadır, kartı, interneti, şatel vardı. Bizim səsərdik, ha. Oradan gedib kafinetdən onun əksini çıxapmışdım, demişdim, print elə siyasi, dedim, budur ha. Bu da, o qədiyan havasım var ki, deyəm, bu idi ha. O belə deyə filan, onu aldı gəl. Və arzuma, saati bir izaddır. Vəli xub, o sindimə görə böyük bir röyə idi da. Sonra ki, indi olub mənim 33 yaşım, indi gəlib, məsələn, Sony'yə pənc almışam. Amma ildə şahid bir seyratı dad vermiş. Bir dənə o Ruhun animationına baxıb. Baxmışam. Bunun hər o caizə də aldı. Hər diyaloqu fəlsəfədir da. Məsələn, uşaq üçün də, vaqən böyüklər üçündür. Dəqiqən, məsələn, animation ona görə. Orada iki dənə bəhs söz deyir. O ki, getdi orada olanı çaldı. Çıxdı deyir, çaldım da ki, nə olsun. O xanım bətər cavab verdi. O gün nə dedi? Bətər cavab verdi. Mən də istilahi yadıma gəldi. Onu istəyirəm, eyni onu deyəm. Çox gözəl idi. O sözü bura yetirdi ki, elə bir dənə okyanusda balacə, məsələn, balıqsan da, sən girirsən oraya, o qurtulan da ki, mən o olmuşam. Mən böyük səhnələrdə olmuşam.
arzum idi o səhnədə olam. Ya arzum idi filan məsələn nəvazəndə, xanəndə yaxından görəm bir daha yadigarı əksimiz mən gəlib çalmışam. Çalandan sonra demişəm ki, çaldıq da, sabah astaydı. Hər zada olurdu, nə? Hər zada ki yetişirsən, dadı olarsan. Əlbəttə bunu deyim, o adamı ki çox söyürsüz ürəkdən, vəhşətnaşvəzdən. İstədim o deyən öcü demə, asıca qal. Yox, adamı ki çox məsələn mənim olub da filan şəxsi bir gün yaxından görürəm. Neçə seyirlə bu ittifaq düşdü və nəticə xurucusu budur ki, o adamı çox sözü yaxından görəsiniz və zehninizdə bir daha bot çürləmişsiniz ondan. Görməyin yaxından, qoyun el orada qalsın. Yaxından görsəz hamısı sınıb gedəcək. Yəni intizarı var, əslən peşman olasınız, bu cür deyim bilər. O çox adam oxuyor deyər. Mən ləms eləmişəm bunu, əslən, vəhşətnaşvəzdir. O idi mənim o arzuma deyirəm vaxtında. İndi PlayStation-i var, behtərin oyunlar içindədir. Fikir eləm 6 aydan bir seri bir dənə story qoyuram ki, məsələn FIFA oynayıram. Story də niyə qoyuram ki, özüm sonra baxam əngizə tapam. Storunda təbliğ elirdim bax. O var təbliğdir. Təbliğdir ayrıdır. Nəvi, birazdan bütün qonaqlarımda axırında bizə soruşmuşam, mənə çox ərzişlidir. Sağ ol. Nisbət o həyata keçirtmisən, özünə bir daha xülasə, müxtəsər, bir daha təcrübə, intiqalı təcrübə. Hər zada görə ola bilər. Qəbulçu qonaqlamaya baxsan bərnamədə hərəsi bir söz axırda dedilər. Biri dedi dosta etimad eləmə, o birisi dedi filan. Bir dənə təcrübə də, yəni bu neçə illik, bu 30 illik, 34 yaşım var fikrimdə. 69-30. Bu 34 ildə sən bir dənə istəsən təcrübə bizə deyəsən ki, biz də ondan istifadə edək və faydalanaq. Mən şinadım və şəxsən hamıya deyirəm ki, nə mənə sözsüz onu dalsızdan heyfəyə gedin qabağa və əl çəkməyin. Və o işi eşqlə görün. Qətən günbəgün müvəffəqlər olacaqsınız. Öz dilimizdə deyən deyir tələsmə. Qoy iş qəşəng çıxsın. Darıxma. Darıxma. Nədən çox söyündüm ki, gəldi. Həmçinin göylüm istəyirdi İftixar edir bizim bərnaməyə vaxtən. Çoxdan yaxından unutmamışdı o. Canımsan, vaqən fürsət olmur. Mersi gözəl bərnaməzə görə. Bütün tək uşaqlar kimi. Bəli, studiyaya Vahid Abbas buradan təşəkkür edirik. Hamısından təşəkkür edirəm. Qurbanam, bu studiyada da dostlar, wedding işi, əkkaslık işi, fashion, model filan tamam bunlar ya locationlərdən istifadə edirsiniz. Hamısı vardı və pejləri yine burada həm description'da var, həm Insta'da baxsız caption'da var. Həttən baxıb faydalana bilərsiniz. De ki, hansı qismət söysələr story eləsinlər bizi. YouTube'dan götürsünlər bizi. Hangi qismətində söydünüz? Güldüz. Ustadın sözlərini o. Usta bir daha da bizim bərnaməmizin bu hamisindən ki, bizim dalımızda bu bərnamə günbəgün daha gözəl gedək. Bir daha da balaca bir tohfeyi veriblər. İstilik deyil. Dəqiqən istilik. Çün əvvəlidə deyirəm, bu vasitəsiz xidmətinizdə. Əvvəl qaza mən aldım. Bəli, əvvəliniz siftə mənləndir, bərəkətlidir. Bəli, qurbanam, bu sizin xidmətinizdə. Təşəkkür. Bizim elə hamiyə bərnamənin tərəfinə Doğrudan istilik. Bu əvvəldə deyim nə mənim, gələn şeydən deməyəcəm. Hanı durbin orada. Gələn şeydən deməyəcəm. 2 daha bal var içində. Biri çehelgiyahdır və gözümlə görmüşəm. O zəmburdarlarına getmişəm bu. Görmüşəm təbliğatınızı, bəli. Biri çehelgiyahdır, biri Gəvəni Kuhestandır və bir izafə gərdiyi gül, o gül yox ha, şey gül. O güllərin ki, hə. Elə bu neynər? Ha, o dəqiqən neynər? Nə mənə gedir? Dedin istilik, o da istilik. Təşəkkür edirəm. Qurbanam. Hamiyə bərnaməmizdən də təşəkkür edirəm. Qurbanam, məmnunam, mən daha Ki, bu gözəl bərnamələr himayət edir. Qurbanam, çox xoş gəldiniz, məmnunam. Öpürəm. Canım, sən məxlusən, xodafız. Sağ ol.